Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billah el-aliyyil azim. Əziz müsəlman bacı və qardaşlarım, məşhur Məsihi alimlərdən birinin George Jordag adında gözəl bir deyimi vardır, gözəl bir kitabı vardır ki, öz deyimini də o kitabın üzərində nəşr etdirmişdir. Deyir, əlini öz ədaləti qətl etdi. Çox gözəl bir, böyük bir həcmli, ağır çəkili bir sözdür. Həqiqətən Mövlamız əleyhissalamın barəsində nə qədər danışsaq, bir sözlə ağaclar qələm ola, dəryalar mürəkkəb ola, o həzrətin vəsfi barəsində acizdir yazıb sonlandıralar. Bir sözlə Əli əleyhissalamı dərk etmək üçün Peyğəmbərimizi dərk etməliyik. Peyğəmbəri dərk etmək üçün Allahı dərk etməliyik. Əli əleyhissalamı dərk etmək üçün ilk növbədə ədalətin nə olduğunu anlamalıyıq. Ki, Həzrət Əli əleyhissalam ədalətinin qurbanı oldu. Ədalətində o qədər dəqiq idi ki, bəzi günlər, xüsusilə Allah ayında iftar yerinə mübarək qarnına daş bağlayıb yatardı. Deyərdi, bəlkə dünyanın hansısa bir yerində, hansısa bir müsəlman ailəsi acıdır bu gecə. Mən Əli necə qarnı tox yata bilərəm? Allah bizləri Mövlamız Əlinin vəsfi xatirinə bu ayında həqiqi bağışlanmış bəndələrindən qərar versin və öz yaratdığı o şeytanlar ki var, onlardan bizləri öz huzurunda qorusun inşallah.